Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bu gün sizləri tanış etmək istəyirəm. Deməli, MİQ 2025 qəbul suallarından, hansı ki, ibtidai Azərbaycan dilindən, bəli, 2025-də indi izahını verəcəyim suallar imtahana düşmüşdü. İzahı bəyənək, kanala abunə olaq və davam edək sualların izahına. Sual 1. Güzəştsiz sözünün fonetik təhlillə bağlı səhvi seçək. İlk olaraq bu sözü tələffüz edək. Güzəştsiz formasında olacaq. Bu sözdə hansı məqamlara diqqət yetirmək lazımdır? Yadda saxlayın. Sonunda, bax, güzəşt sözünün sonuna fikir verin. Sonda ş-tı, f-tı, x-tı bu tipli hərf birləşmələri gələn sözlərin tələffüzündə t düşür. Yəni, güzəşt sözünün tələffüzündə güzəş olacaq. Yəni, t düşəcək. Eyni zamanda şərtdən də göründüyü kimi, nəinki bu sözlər tək tənha gələndə, eyni zamanda bu sözlərə samitlə başlayan şəkilçi artıranda da t hərfi düşür. Ona görə düşürtdük və davam edək. Bundan da əlavə digər qeydi də vermək istəyirəm ki, bəzən müdavim sözün sonundakı hərfimizi s-ya çevirir. Olmaz. Bilirsən niyə olmaz? Çünki bizim yalnız söz sonunda gələn 4 dənə cingiltili samitimiz var ki, yalnız bunlar karlaşa bilər. Məsələn, kitab yazılar, kitab tələffüz olunar. Ağac yazılar, ağac tələffüz olunar. Amma da mən burada bu hərfi s səsi ilə oxuya bilmərəm. Ona belə deyək, icazə yoxdur. Yanlışı istəyir. Kəmiyyət fərqi var. Bəli, səs düşdü deyə kəmiyyət fərqi var. Bu doğru fikirdir. Kar samitlərin sayı cingiltili samitlərin sayından azdır. Baxaq, kar samitlər bir dənə, 2 dənədir. Amma cingiltili samitlər maşallah baxın 3 ədəddir. Deməli, həqiqətən də kar samitlərin sayı cingiltili samitlərin sayından azdır. Qapalı saitlərin sayı daha çoxdur. Bəli, həqiqətən də 2 qapalı, 1 açıq var. Qapalı saitlərin sayı daha çoxdur. 3 hecalı sözdür. Bəli, nə qədər sait varsa, o qədər də heca var və burada da nə qəşəng təsadüf, heç bir problem, sait tərəfindən heç bir problem, düşmə, qalxma yoxdur ki, o bizi çaşdırsın. Ona görə də Y variantı da doğrudur. Səhv olan variant B variantıdır. B-də deyir ki, saitlərin sayı samitlərin sayından 2 vahid çoxdur. Saitlərin sayı Ü, Ə, İ 3 ədəddir. Samitlərin sayı maşallah 5 ədəddir. Burada belə deməli idi. Saitlərin sayı samitlərin sayından 2 vahid azdır. Elə deməyibsə cavabımız olacaq B variantı. Sual 2 ilə davam edək. Mənə müdavimlər sual verir ki, vurğu düşərmi? Bax, vurğu düşər və düşüb. Düşərsə belə, hansısa variantın bir küncündə düşəcək. Vurğunu sevənlər əla, sizə sözüm yoxdur. Sevməyənlər də ilin günün bu vaxtı, imtahana az qalan bir müddətdə panikaya düşməsinlər. Hansısa bir hissədə vurğu yazılıbsa və sən bu vurğunu sevmirsənsə, qalsın kənarda. Ən sonda baxacam ki, cavab vurğu olan cavabdırmı, yoxsa yox. Baxaq, emosiya. Emosiya. Deməli, vurğu da bax buradadır. İndi hələ ki, tutaq ki, sən vurğunu bilmirsənsə, vurğunu yaxşı sənə görə yığışdıraq. Açıq saitlərin sayı daha çoxdur. Bəli, 3 açıq sait var, 1 qapalı. Bu doğrudur. Qarşılığı olmayan samit səs var. Bəli, M doğrudur. Yazılış ilə tələffüzü fərqlənmir. Doğrudur. Ahəng qanuna tabe deyil. Doğrudur, pozulub. Hə, daha vurğunu bilib bilməməyin səni yordu mu? Xeyr, cavab D variantıdır. Gördünmü, digər variantlardan %100 əmin oldun ki, heç biri deyil. İndi gəl D-ni sorğulayaq. 4 hecalı sözdür, bəli, vurğusu da 3-ə yox, 2-yə düşür deyə D variantı səhvdir. Məsələn, bəziləri deyir ki, mən buna emosiya kimi. Düşün, cümlədə işlət. İnsanların emosiyası. Belə bir ifadə harda var? Yoxdur.
ümumiyyətlə vurğunu düz təhlil etmək üçün, düz tətbiq etmək üçün sözü ya birləşmə tərkibində oxu, ya da cümlədə işlət. O zaman daha yaxşı anlayacaqsan ki, sən düzgünmü danışırsan, yoxsa səhvmi danışırsan? Cavab D variantı. Oğlum, nə düşünürsən deyə ana soruşdu. Bəli, dəfələrlə bu tip sualları müdavimlərimiz işləyib və eynisi də gedib qəbulda qarşılarına çıxıb. Xitab varsa vergül qoy. Oğlum, nə düşünürsən? Nə burada sual əvəzliyidir? Sual əvəzliyi də əsasən sonda fikrin bitişində sual istəyər də, nöqtə istəməz ki, sual istəyər. Ona görə sualı da qoydum. Yadda saxla, deyənin sağında heç nə qoyulmur, amma deyənin solunda, deyənin sonunda. Cümlənin növü qeyd olunur, sual cümləsidir deyə sual qoyuldu. Əlavə olaraq da tirəyə ehtiyac var. Deyənin solunda nəqli cümlə olsaydı, vergül tirə olardı. Deyənin solunda nida cümləsi olsaydı, nida tirə olardı sol tərəfdə. Məhz sual əvəzliyi varsa, sual tirədəki onsuz da qayda qanundan qoyulmalıdır. Ona görə bu formada olacaq, amma bir şərtlə bu hissəni də unutmuruq. Dırnaqlar da mütləq şəkildə qoyulur və yadda saxla. Sualdır, nidadır, dırnağın içində olur. Vergül olsaydı dırnağın çölündə olardı. Məsələn, oğlum evə gəl yazsaydım, o zaman evə gəl, məsələn, oğlum evə gəl deyə səsləndim. O zaman belə olardı. Oğlum vergül evə gəl. Dırnaq bağlandı, vergül tiri deyə səsləndim. Bax, belə olardı. Cavabımız olacaq 3-də B variantı. Dırnaq, vergül, sual, dırnaq, tiri. Bəli, ən sonda da nöqtəyə ehtiyac var. Cavab B variantı. Bəzən bu nöqtəni müəllif özü qoyur. Özü qoyanda artıq cavabda o nöqtəyə ehtiyac yoxdur. Yaxşımı? Qoymasalar, bəli, biz nöqtəni belə götürməliyik. Başqasını təqib edən həyatını qaçırar. Baxın, elə insanlar var ki, öz işləri qalıb, ancaq otururlar ki, görün filan kəs nə paylaşdı, filan kəs yoldaşı ilə hara getdi, uşaqlarına nə yedizdirdi. Belə olanda bir baxırsan ki, öz həyatını qaçırmış olursan. Bu tip cümlə verilib və gəlin bu tip cümləni sintaktik təhlil edək. Nə edər, qaçırar? Kim qaçırar? Başqasını təqib edən, yəni izləyən mənasında. Türklərdə bir söz var, takib. Bax, odur bu. Təqib də bizim dilimizdədir. Nəyi qaçırar? Həyatını qaçırar. Mübtəda, tamamlıq və xəbər. Cavabımız oldu A variantı. Ümumiyyətlə, burada fe'li sifət tərkibi var. %90 ehtimalla fe'li sifətin şəkilçisini ortalıqda görürsənsə, bil ki, böyük bir ehtimalla həmin söz solda gələn sözləri öz tərkibinə daxil edir və birgə, hamısı birgə cümlə üzvü olur. Cavab A variantı. Sual 5-lə davam edək. Uzaqdan görünən o qədim, əzəmətli qala Qız qalasıdır. Bu cümlədə aləm dəyib bir-birinə həm həmcins təyinlər var, həm də qeyri-həmcins təyinləri var. Məsələn, bu hissələrdə həmcins təyinlər, bu hissələrdə isə qeyri-həmcins təyinlər olacaq. Fərq etməz. Gəlin o zaman təhlil edək. Qız qalasıdır, mürəkkəb söz birləşməsidir, belə deyək, mürəkkəb addır və sadə söz birləşməsidir. Və qız qalası ikinci növ təyini söz birləşməsi olduğu səbəbilə birgə götürürlər. Nə qız qalasıdır? Qala qız qalasıdır. Hansı qala? Əzəmətli qala. Hansı qala? Qədim qala. Hansı qədim əzəmətli qala? O qədim əzəmətli qala. Hansı qədim əzəmətli qala? Uzaqdan görünən qədim əzəmətli qala. Təyin, 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 təyin. 4 dənə təyin, mübtəda xəbər. Əziz dəyərli müdavimlər, diqqətinizə çatdırım ki, bəli, MİQ 2025 qəbul suallarının izahı artıq biz tərəfdən, belə deyək də, sizlərlə paylaşılır. Yəni, hal-hazırda izlədiyiniz izah qəbul suallarının izahıdır. O səbəbdən bu izahların dəyərini bilin. Bu izahları imtahan gününə qədər mütləq şəkildə, tam şəkildə
belə deyək də, izahların mənimseyin ki, imtahanda bu tip suallar qarşınıza çıxanda bir həyəcan, bir hansısa stresin qurbanı olmayasınız. Mütləq şəkildə özünüz də bilirsiniz ki, bu tip suallar başqa tiplərlə, başqa belə deyək də, məsələn, uzaq sözünü yaxın söz ilə əvəz edə bilərlər, soruşdu sözünü söylədi sözü ilə əvəz edə bilərlər və tip eyni qalmaqla bir balaca məzmun dəyişir və imtahanda qarşınıza çıxa bilər. Bundan da əlavə elə səviyyədə suallardır ki, heç imtahanda bu tip qarşınıza çıxmasa belə, hər mövzunu bu suallar sayəsində dərindən mənimsəyə biləcəyiniz sual tipləridir. O səbəbdən də bu sualları ürəyiniz istəyirsə, bəyənə bilərsiniz, kanalımıza da abunə ola bilərsiniz ki, həm mənə dəstək olun, mən bilim ki, bu izahlar həqiqətən də işinizə yarayır və mənə də motivasiya olsun və imtahan gününə qədər sizlərə daim dəstək olmağı bacarım. Eyni zamanda da digər, hansı ki ödənişli şəkildə belə deyək də, dərslərə qoşula bilməyən müdavimlər var. Sizin bu izahı bəyənməyiniz o deməkdir ki, o müdavimlərin də bu izahlar qarşısına çıxacaq və siz də savab iş görmüş olacaqsınız. Aha, izahı bəyəndinizsə, o zaman davam edək növbəti suala. Sual 6. O, şübhəsiz mənim bacımdır cümləsində o əvəzliyindən sonra nəyə görə vergül qoyulub? Bəziləri deyər ki, mübtədadır deyə. İndi hər mübtədadan sonra vergül qoyulmaz. Axı, məsələn, o mənim bacımdır. Mübtədadır o, amma özündən sonra elə bir nitq hissəsi gəlib ki, əvəzli vergül istəmir. O səbəbdən mübtəda olduğuna görə fikri səhvdir. Özündən sonra şəxs əvəzliyi olduğu üçün, axı, odan sonra şəxs əvəzliyi gəlməyib, ona görə ad ola bilməz. Daha sonra, kim sualına cavab verdiyi üçün, hər kim sualına cavab verən söz özündən sonra vergül istəsəydi nə gözəl olardı. Məsələn, o mənim bacımdır. Kim o? Amma vergül qoyulmur axı. Deməli, bu şərt də bəs etmədi. Özündən sonra sifət olduğu üçün. Sifət gəlmir axı, özündən sonra modal gəlib deyə. Bəli, qayda belədir. Məhz bu cümlədə ona görə vergül qoymuşuq ki, odan sonra modal söz gəlib. Cavabımız olacaq 6-da B variantı. Sual 7 ilə davam edək. Hansı cümlədə baş üzvlərin hər ikisinin söz birləşməsi ilə ifadə olunmuşdur? Gəlin nə edək? Bu cümlələrin hər birini sintaktik təhlil edək. Uzaqdan görünənlər başqa ölkənin vətəndaşlarıdır. Ölkənin vətəndaşlarıdır. Hər ikisi birlikdə xəbər olur. Üçüncü növ təyinli söz birləşməsi. Nə? Daha doğrusu kim uzaqdan görünənlər olacaq mübtəda? Hansı ölkənin vətəndaşı başqa? Ölkəmizin gəncləri yaradıcıdırlar. Xəbərimiz var və mübtədamızda üçüncü növ təyinli söz birləşməsi ilə ifadə olunub. Mələklərin arzusu xoşbəxt olmaqdır. Xoşbəxt olmaqdır birbaşa məsdərdir deyə, belə deyək də, birbaşa mürəkkəb tərkibi feil oldu. Nə? Mələklərin arzusu mübtəda. Evdə olanlar onu təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Evdə olanlar kimi onu? O, vətənin sadiq oğludur. Kimdir vətənin sadiq oğludur? Kim o? Cavabımız 7-də olacaq A variantı. Çünki baş üzvlərin hər ikisi söz birləşməsi ilə ifadə olunub. B-də xəbərimiz, C-də xəbərimiz, D-də xəbərimiz söz birləşməsi ilə ifadə olunmayıb, Y-də də mübtədamız söz birləşməsi ilə ifadə olunmayıb. Bu tip suallar yetəri qədər işlətmişik sizlərə, işləmişsiniz. O səbəbdən də ümid edirəm bu tip sualda sizin 2026-da qarşınıza çıxsa səhv etmərsiniz. Səhv etməyəsiniz deyə mütləq şəkildə bu sual üzərindən bu mövzunu bir daha araşdırın. Gələk növbəti suala. Gələcəklər feili ilə bağlı səhv fikirləri seçək. Kök şəkilçiyə ayırsaq, belə olacaq. Nə edəcəklər? Bax, sual verirsən bu sözə, verdiyin sualda eşitdiyin şəkilçilər var da, bax, nə edəcəklər? Eşitdiyin şəkilçilər, sən demə qrammatikdir. Qrammatikdir ki, eşidirsən. Baxaq, kökü amonimdir. Bəli, gəl feildir və gəl ədatı ilə amonimdir. Bu doğrudur. Sadə feildir, doğrudur. Kök və qrammatiklər sadə feil olduğunu göstərir. İkinci şəxsin cəmindədir, yox. Üçüncü şəxsin cəmindədir.
Sözdə bir qrammatik şəkilçi var? Yox, sözdə iki qrammatik şəkilçi var. Qeyri-qəti gələcək zamandadır? Yox, qəti gələcək zamandadır. Deyirəm ki, müdavimlər Fez Akademiyanın keçirdiyi tədbirə gələcəklər. Deməli, qətidir fikrim. Qeyri-qəti olsaydı, deyərdim ki, gələrlər. Olmaz. Qeyri-qəti yox, qətidir bu. Səhvləri istəyir 2, 4, 5. Mütləq imtahanda da, bax, üstəgəl çıx qoysaz da, doğru səhv yazsaz da, ən axırda mütləq nəyi sizdən soruşduğumu görün. Çünki məsələn, indi bəxtimiz gətirdi, variantlarda 1-3 yox idi. Birdən variantlarda 1-3 olsaydı, mən səhvi soruşmaqlarına baxmayaraq çaşıb doğruları götürərdim. O zaman da, yəni 2 bal ən azı itirmiş olardım. Ən azı 2 bal itirmiş olardım. Belə səhvlər olmasın deyə həmişə şərti tam şəkildə oxuyun. Gələk sual 9-a. Amonim işlənməyən cümləni seçin. Bəli, MİQ 2025-in məşhur suallarından biri cəbr sözü. Bəli, cəbr sözü əslində amonimdir. İt sözü amonimdir, aşıq sözü, saz sözü amonimdir, at sözü amonimdir. Cavabımız olacaq D variantı. Evdəki birə insanları narahat edirdi. Birə sözünü bəzən 1-ə, 5-ə kimi amonim götürmək istəyirlər. Deyirlər ki, say üstəgəl yönlü hal. Xeyr, say üstəgəl yönlü hal olan nümunənin başlanğıcı bir sözüdür. Bir sözü ilə də bit birənin birəsi amonim ola bilməz. Cavab D variantı. Bəzən müdavimlər burada bu sualı yıxıb sürmüşlər ki, müəllim, bu çətin sualı niyə salıblar? Əslində dəyərli müəllim, bu sual çətin deyil. De niyə? Sən əgər D variantının %100 amonim D variantında %100 amonim olmadığını görürsənsə, sən bu suala çətindir deyə bilmərsən. Yəni, D-də hansı nümunə səni qorxuzub ki, sən burada iki variant arasında qalasan? D-də elə bir çətin nümunə yoxdur ki, müdavim desin ki, mən A ilə D arasında qaldım, heç cür seçim edə bilmədim. Bu tiplərdə biraz gözü açıq olun. Siz şanslı müdavimlərdənsiniz ki, imtahanda sizə hələ ki açıq sual düşmür də. Açıq sual düşmürsə, başqa qapalı suallarla cavabın nə olduğunu məntiqlə tapmaq olur. Bəli, cəbr sözü də bilməyənlərə aydın olsun ki, bir var riyazi termin, həndəsə cəbr, bir də var danlaq mənasında, cəbr, əziyyət mənasında götürmək olur. Deməli, A-da amonim var, B-də amonim var, C-də bir var aşıq sümüyümüz, bir də var aşıq Ələsgərin aşığı. Saz sözü də məsələn, alət var, bir də var kefinin saz olmağı olar. At sözü də atmaq və heyvan mənasında olan at amonim sayılır. Cavabımız D variantı. Birə sözünü qətiyyən amonim götürməyin. Evdəki sözü, insanlar sözü, narahat etmək sözləri də heç biri amonim deyil. Demək istəsək variantın nə olduğunu tapa bilərik. Sual 10-la davam edək. Uyğunluğu müəyyən eləyin. Bəli. Başlanğıc forması, gəl hamısının başlanğıc formasını tapaq. Nə deyirsiniz? Bəli, tapdıq. Başlanğıc forması kök, bir leksik, bir qrammatik. Başlanğıc forması kök, 2 leksik. Başlanğıc forması kök, 2 leksik deyil axı. Uyğunluğu müəyyən etmək üçün nə etməliyəm? Bunları qruplaşdırmalıyam. Gördüm ki, bunlara yanaşı baxmaq işimə yaramadı, heç birində uyğunluq olmadı. O zaman belə hallarda uyğunlaşma eləməliyik. Görək ABC'dən hansının başlanğıcı kök bir leksik, bir qrammatik, hansının başlanğıcı kök 2 leksik və hansının başlanğıcı kök 1 leksikdir. Deməli, 1-ə uyğundur A. Həqiqətən də xalamgil sözündə bir leksik var, bir qrammatik var. 2-yə uyğundur C. Həqiqətən də yazı sözündə başlanğıcda bir leksik var. 3-ə də uyğundur B. Həqiqətən də balıqçılıq sözünün başlanğıcında 2 leksik var. Bilirəm, müdavimi burada bu narahat edir ki, bax, bayaqdan o sualı mənə vermək istəyirsiniz. Ay müəllim, xalamgil sözündə axı ardıcıllıq belədir, kök qrammatik leksik. Razıyam, mən də elə yazmışam. Bəs ay müəllim, burada elə olmadı axı.
Dəyərli müəllim, sənə kim deyir ki, orada ardıcıllıqla yaz? Ardıcıllıqla yaz deyilsəydi, ora yazılardı ki, başlanğıc formasında ardıcıl olaraq kök bir qrammatik bir leksik var. Ardıcıl olaraq ifadəsi yazılmadığı müddətcə xalamgil sözü kök, leksik, qrammatikdən ibarətdir fikri doğru olur. 1-ə A, 2-yə C, 3-ə B variantımız oldu. Onda A variantı. Dəyərli müəllimlər, dəyərli müdavimlər. İzahlar yararlı olursa, bəyənməyi, paylaşmağı unutmayın. Ürəyiniz istəyərsə, rəydə yaza bilərsiniz. Davam edək növbəti sualına. Sual 11-dən davam edək. Görəsən, belə dərd içində olarkən insan necə düşünə bilir? Bəlkə də çöldəki həyat daha çox çətindir. Köməkçi nitq hissələri ilə bağlı yanlış fikri göstərək. Görək hansı köməkçilər var? Görəsən, bəlkə də, daha, bir də çox. 4 dənə köməkçi nitq hissəsi var. Ardıcıl olaraq modal söz, ədat var. Doğrudur. Güman, şübhə bildirən modal söz var. Doğrudur. Əsas nitq hissəsi kimi də işlənə bilən nümunə işlənmişdir. Bəli. Məsələn, görəsən, feil də ola bilər. Çox, say da ola bilər. Çox, zərf də ola bilər. Bəlkə də təəssüf bildirən modal sözdür. Nəyə təəssüflənir ki? Təəssüf bildirmir. Cavabımız D variantı. Köməkçi nitq hissəsi ilə amonim olan əsas nitq hissəsi var. Bəli, məsələn, belə sözü burada əvəzlidir də, yəni bu cümlədə əvəzlidir. Və bu əvəzlik ədatla amonimdir. Belə səni xoş gördüyü tipli nümunələrdə olan belə ədatı, belə dərd içində olarkən nümunəsindəki belə əvəzliyi ilə amonimdir. Yanlış olan D variantıdır. Davam edək 12-ci suala. Bütün işlər gərək ki, vaxtında olsun. Cümlədə hansı köməkçi nitq hissəsi var? Buna aid qəşəng bir qızıl qaydamız var idi ki, 2 qoçun başı bir mövzuda qaynamaz. Yəni, gərək ədatdır, ki də ədatdır. Amma bunlar birləşəndə nə olurlar? Modal söz olurlar. Cavabımız olacaq ehtimal, güman bildirən modal söz. Davam edək 13-cü sualla. Nəhayət, bu əzəmətli istehkama, yəni istehkam qala deməkdir. Bu tipli nümunələr əsasən tarix kitablarında bizim qarşımıza çıxa bilər. Bu istehkama, bu qalaya. Bu doğrudur. Ayağa qalxanda, ayağa duranda doğrudur. Başa düşdüm, anladım, diqqətimi, nəzərimi. Qəribə, təəccüblü ola bilməz. Düşün, deyirəm ki, orada təəccüblü ağdaşlar diqqətimi çəkdi. Təəccüblü ağdaşlar olmaz axı. Deməli, əlavə olaraq belə deyək, davam edə bilmərik biz bu cümlədə qəribə sözünü təəccüblü sözü ilə davam elətdirə bilmərik. Sual 14. 100 yaşında bir kişi qocalıb əldən düşmüşdü, amma yenə də həm özü ağac əkir, həm də övladlarına əkdirirdi. Bir gün həyətə girən cavan ondan soruşur ki, bu qoca yaşında burada nə iş görürsən? Qoca da deyir ki, ağac əkirəm, calaq edəcəm. Cavan da ona deyir ki, onsuz da sənin 100 yaşın var. Vaxtın çatmaz o ağac böyüyəndə barından yeməyə. Qoca deyir ki, olsun. Sizcə qoca nə deyər? Məncə qoca deyər ki, vaxtında kimlərsə əkib, biz onu yemişik. İndi də biz əkək, qoy nəvələr, nəticələr, tanışlar yesin. Cavabımız A variantı. İndi sənin məsələn 80 yaşın varsa, o demək deyil ki, evləri sat, o pulları keyflə xərclə. Yəni sən də vaxtında kimdən salmısansa o varı dövləti, o əziyyətlə nəyəsə belə deyək də nail olmusansa, səndən sonra da nəvələr, nəticələr, bacılar, qardaşlar o əkdiyini yeyə bilərlər. Cavabımız oldu A variantı. İşləməyən dişləməz yazanlar çox idi bu belə deyək mətnə cavab. Yəni bu insan 100 yaşına qədər işləyib də, dişləyib də. Yəni indi bundan sonra 100 yaşından sonra işləməyən, dişləməz deyə bilmərik axı. O bəlkə də dişləyəcək, bəlkə də varı dövləti var, sərvəti var. Amma bundan sonra növbəti nəslə ötürmək üçün varı dövləti davam etdirmək lazımdır deyə bu uyğun bir variant deyil. Nə əkərsən onu da biçərsən. Yəni bu 20-25 yaşlı insanın düşüncəsi ilə davam olunan bir
məsələ ola bilər ki, qoy əksin ki, onu da yesin, içsin. Amma 100 yaşında insanın bu dəqiqə o şərtlərə, belə deyək də, ehtiyacı yoxdur ki, əkim ki, biçim, yeyim və s. Yəni bunların hər biri cavan yaşda kiməsə motivasiya vermək istəyirsənsə, onlar üçün lazım olunan belə deyək də məsələlərdir. Amma 100 yaşında qoca deyir ki, mən bundan sonra bəsimdir artıq, özümü ancaq düşünməklə bəs etməz, növbəti nəsli düşünməliyəm. Cavabımız 14-də A variantı olacaq. Sual 15. Diogen gündüz əlində lampa dolaşarkən ondan soruşurlar ki, nə edirsən? Bilirsən niyə soruşurlar? Çünki normalda gündüz kimsə niyə əlində lampa dolaşsın ki? Yəni işıq var da, təbiətdən gələn işıq var. Soruşanlara cavabı belə olub. Adam axtarıram, adam. Bu nə deməkdir? Bu yadda saxlayın ki, bu mətn Diogen haqqında məşhur rəvayətə əsaslanan bir mətindir. Diogen gündüz əlində lampa ilə gəzərək adam axtaram deyirdi. Burada təbii ki, adam sözü sadəcə insan deyil də, dürüstlük, vicdanlılıq, kamillik axtarışında olub. O səbəbdən də buna uyğun məsələ odur ki, gündüz əli çıraqlı adam axtarmaq. Cavabımız oldu A variantı. Sən çaldın, insan axtarmaq, işıqlı yolla getmək, ağıllı işlər görmək. Ən uyğun variant oldu A variantı. Yəni belə bir məsələmiz var ki, gündüz əli çıraqlı adam axtarmaq. Yəni gündüzdə niyə insan əlində çıraq adam axtarsın ki? Bu məsələ əsasən ki, o vicdan axtarırdı. Vicdanlı insan axtarırdı. Cavabımız A variantı. Sual 16 ilə davam edək. X0 2 nəfərlik çox məşhur, sadə masaüstü oyundur. Dünyanın ən geniş yayılmış oyunlarından biri sayılır. Hər oyuncu növbə ilə ya X ya da 0 işarəsini yerləşdirir və məqsəd iki eyni işarəni üfüqi və ya şaqili düzülüşdə düzərək və işarəni ardıcıl düzüb qalib gəlməkdir. Bu bizim normal hamının bildiyi X0 oyunudur. Bax, bunu bizə izah edir ki, bu formada olanda yaxud bu formada olanda qalib gəlmiş sayılırsınız. Huarong Dao Çində yaradılan strategiya və zəka oyunudur. Oyun lövhədə müxtəlif ölçülü fiqurlar üzərində oynanılır. Əsas məqsəd fiqurlar üzərində şaqili və ya üfüqi şəkildə sürüşdürülərək oynanılsın. Minimum gediş məsafəsi ilə rəqibi keçən qalib gəlir. Gördüyünüz kimi bizdə iki oyun belə deyək, bizə izah olunub ki, bir X0 oyunu, bir də Huarong Dao Çində yaradılan oyundur. Belə bir oyunumuz da var. Deməli, verilən mətnlərə aid uyğun fikri müəyyən eləyək. Bu hissədə yalnız X0 oyununa aid olan fikirlərdir. Bu hissədə Huarong Dao oyununa aid olan fikirlərdir. Bu hissədə isə hər iki oyuna aid olan fikir olmalıdır. Ən uyğun fikirlər görək hansıdır? Məsələn, A-ya uyğun fikir yalnız X0-a aid olacaq. C-yə uyğun fikir hər ikisinə aid olacaq. B-yə uyğun fikir isə Huarong Dao oyununa aid olan fikir olacaq. Gəlin baxaq, maraqlıdır. Xoşum gəldi bu sualdan. Görək cavabımız nə olacaq? Bəli, iki müxtəlif fiqur ilə oynanılır fikri X0-a aiddir. X-dır, bir də 0-dır. İki müxtəlif fiqurumuz var burada. Bax, bu fiqurlar. Birə qoyduq A-nı. Razıyıq. Görək, bəs Huarong Dao'ya aid olan fikirlər nələrdir? Yalnız ona aid olan fikirlər hansılardır? Çində oynanılan oyundur. Əla. Müxtəlif ölçülü fiqurlar üzərində oynanılır. Bu da əla. Ən az sayda hərəkət ilə əsas məqsədə çatan qalib olur. Bu da əhsən, bu da əla. Bəs görək. Bunların ortaq qərarları nədir? Ortaq qərar odur ki, hər ikisində məntiq işə yarayır. Hər ikisi strateji oyundur. Ona görə üçü də C-yə uyğunlaşdırırlar. Dəyərli müdavimlər, təəssüf ki, bu tip suallarda müdavimlər həcmdən qorxur, müdavimlər çox yox, bax, bu cədvəldən qorxur. Nədir ki bu cədvəl? Boş ver bu cədvəli, içindəkini oxu. Bu Eylervenindən qorxursan. Qorxma, elə həyəcanlandırırlar ki, səni görək ən əjdahalar kimlərdir? O səbəbdən də bu tip suallar bilin ki, biz bunlardan daha çətinlərini işlətmişik sizlərə. Ona görə bu sualda qeyri-adilik yoxdur. Həmişə yadda saxla. Hansı sualın həcmi daha genişdirsə, o sual daha su
tipli sual, su kimi sual sayılır. Nəinki qısa konkret verilən suallar. Gələk sizlərlə birlikdə 17-yə. Daş qutu Hindistanın strategiya oyunlarından biridir. Bütün daşlar taxtadan hazırlanmış lövhədə dairəvi nöqtələrə düzülür. Bu zəka oyununda 2 nəfər oyuncudan biri rəqibin bütün daşlarını ələ keçirərsə qalib olur. Mətndə hansı sualın cavabı verilməyib? Oyun hansı texnika ilə oynanılır? Bu qalsın. Hansı ölkənin oyunudur? Hindistanın. Neçə nəfərlə oynanılır? 2 nəfərlə oynanılır. Bax, bunun da cavabı var, bunun da. Necə qalib gəlmək olur? Əgər bu zəka oyununda 2 nəfərdən biri rəqibin bütün daşlarını ələ keçirirsə qalib olur. Oyun lövhəsi hansı materialdan hazırlanıb? Taxtadan hazırlanıb. Cavabımız A variantı. Hansı texnika ilə oynanılır? Bu haqda qərar yoxdur. Yəni, belə deyək də, hansı texnika ilə bu oyunu oynamaq mümkündür? O haqda bir dəqiq qərar, qayda yoxdur. Cavabımız oldu A variantı. 18. Dünyada yaşayan ən uzun heyvanlar suda yaşayır. Sizcə insanların bu hadisədə bir rolu varmı? Şagirdlər arasında sorğu keçirilir ki, bu araşdırmaya görə ən uzun canlıların dənizdə olduğu bildirilir. İştirakçıların yalnız 2% tərəfindən seçilən xortumlu soxulcan adlı bir heyvan var. Bu canlı balina və meduzadan daha uzun ölçülərə çata bilir. Xortumlu soxulcan mavi balinadan təxminən 2 dəfə uzun ola bilər. Meduzadan isə 1.5 dəfə və ya daha çox uzunluğa çata bilir. Uzunluğu təxminən 60 metrə qədər ola bilər. Eni isə cəmi 1 santimetrdir. Bu, onu dünyanın ən uzun canlısı edir. Milyon illərdir mövcuddur. Bəzi mənbələrə görə təxminən 5 milyon ildir ki, yer üzündədir. Uzunömürlü və davamlı yaşamasının əsas səbəbləri bədəninin bəsit yolla parçalanaraq yenidən çoxalması və müdafiə sistemidir. Bu soxulcanlarda ürək olmur və bədənində qanı hər tərəfində dövr etdirən əzələ sistemi mövcuddur. Xortumlu soxulcan həmçinin pis qoxulu, yapışqanlı selik ifraz edir. Yapışqana yapışanda ondan qopmaq çox çətin olur. Bu selik ona toxunduqda əllərdə ya elə bir iy buraxır ki, hətta bir il boyunca belə əldən getməyə bilər. Sualtı soxulcanın uzun müddət yaşamağına səbəb görək nədir? Nöqtələrin yerinə əsas nə yazıla bilər? Niyə çox yaşayırlar? Əlbəttə ki, çoxalma qabiliyyətləri və müdafiə sistemlərinin olmasına görə onlar çox yaşayırlar. Düşün ki, məsələn, hansısa heyvanı ovlamaq istəyirsən, amma o heyvanın müdafiə sistemi var. O heyvanın çoxalma qabiliyyəti var. Sizcə biz həmin heyvana, belə deyək də, bata bilərikmi? Həmin heyvanı, sualtı soxulcanını, belə deyək də, öldürə bilərikmi? Məhv edə bilərikmi? Əlbəttə ki, xeyr. Variant C variantı. Gələk növbəti suala. Dünyada yaşayan ən uzun heyvanlar suda yaşayır. Eyni mətndə yenə də oxuyaq. Sizcə insanların bu hadisədə rolu varmı? Şagirdlər arasında sorğu keçirilir ki, bu araşdırmaya görə ən uzun canlıların dənizdə olduğu bildirilir. İştirakçıların yalnız 2% tərəfindən seçilən xortumlu soxulcan adlı bir heyvan var. Bu canlı balina və meduzadan daha uzun ölçülərə çata bilir. Xortumlu soxulcan mavi balinadan təxminən 2 dəfə uzun ola bilər. Meduzadan isə 1.5 dəfə və ya daha çox uzunluğa çata bilir. Uzunluğu təxminən 60 metrə qədər ola bilər. Eni isə cəmi 1 santimetrdir. Bu, onu dünyanın ən uzun canlısı edir. Milyon illərdir mövcuddur. Bəzi mənbələrə görə təxminən 500 milyon ildir ki, yer üzündədir. Uzun ömürlü və davamlı yaşamasının əsas səbəbləri bədəninin parçalanaraq yenidən çoxalması və müdafiə sistemidir. Bu soxulcanlarda ürək olmur və bədənində qanı hər tərəfində dövr etdirən əzələ sistemi mövcuddur. Xortumlu soxulcan, həmçinin pis qoxulu, yapışqanlı selik ifraz edir. Yapışqana yapışanda ondan qopmaq çox çətindir. Bu selik ona toxunduqda əllərdə elə bir iy buraxır ki, hətta bir il boyunca belə əldən getməyə bilər. Biri doğrudur. Giriş hissədə verilən suala mətndə cavab tapmaq olmur.
Soxulcanlar ifraz etdikləri xoş qoxu ilə müdafiə olunur. Bu günümüzə qədər gəlib çıxmalarında səbəb ürəklərinin olmamasıdır. Çəkisinə və uzunluğuna görə mavi balinalardan böyükdür. Uşaqların çoxu xortumlu soxulcan olduğu qənaətində olur. Doğrudur istəyir. Baxaq, xoş qoxu ilə müdafiə olunmur da, onların müdafiə olma səbəbi parçalanaraq yenidən çoxalması, onların çox yaşamasına səbəb onların müdafiəsidir. Ona görə bu çıxdı. Ürək olmadığına görə niyə bu günə qədər çatsınlar ki? Çəki və uzunluğuna görə mavi balinalardan böyük deyil. Uşaqların çoxu yox, cəmi 2%. Cavabımız A variantıdır. Bəli, giriş hissədə verilən suala mətndə cavab tapmaq mümkün deyil. Bax, giriş hissəsində, baxın bu hissədə. Dünyada yaşayan ən uzun heyvanlar suda yaşayır. Sizcə insanların bu hadisədə bir rolu varmı? Bu haqda bir mətndə cavab yoxdur. Və nəhayət gələk 20-ci suala. Eyni mətndir. İndi isə görək burada bizdən nə soruşulur? Mətnə əsasən hansı sözü qarşılığı ilə əvəz etmək olar? Baxaq. Baxın, qoparmağı ayırmaqla izah eləmək olar. Amma sorğu müsahibə deyil axı. Güclünü sərtlə izah eləmək olmur mətnin məzmununda. Mənbəni mənsubla izah eləmək olmur. Qalıcını da yığıcı ilə, yəni belə deyə də əvəz etmək olmur. Baxın, deyirəm ki, yığıcı i buraxır. Olmaz axı. Məsələn, baxın, bu hissəyə baxaq. Deməli, müsahibə keçirilir. Müsahibə niyə keçirilsin? Müsahibə söhbət deməkdir də. Sorğu axı söhbət demək deyil. O səbəbdən də ən uyğun variant qoparmaq, bir də ayırmaq. Bunlar ola bilər. Əziz dəyərli müdavimlər, bir daha nəzərinizə çatdırım ki, sizlərə izahın verdiyim MİQ 2025 qəbul sualları idi. Bu sualları yalnız FES Akademiyaya məxsus olan səhifələrdən, kanallardan izləyə bilərsiniz. Kimin ki bu sualların linkinə ehtiyacı var, yəni PDF-nə ehtiyacı var, belə deyə, video dərsinin rəy bölməsinə daxil olaraq orada qeyd etdiyim rəyə yaxınlaşarsınız, tıklayarsınız, türklər demiş və oradan da bu izahın PDF-ni əldə etmək şansınız olacaq. Əlavə olaraq hansı suallardan, belə deyək, izahlardan tam da əmin deyilsinizsə, hansı izahların bir daha verilməyini istəyirsinizsə, rəy bölməsinə həmin sualın rəqəmini yazarsınız və biz də çalışdığımız qədər rəylərdə sizlə əlavə olaraq dəstək olmuş olarıq. İzah yararlıdırsa bəyənib paylaşmağı və ürəyiniz istəyirsə kanala abunə olmağı unutmayın. Ödənişsiz video dərslər, ödənişsiz materiallar əldə etmək üçün 055 527 25 99 menecer nömrəsinə WhatsApp üzərindən yaza bilərsiniz.